Aynı olur kardeşler, yoksa yok. Yaxşı. Dönürəm bu misallardan sonra məsələyə. Həddi buluğa çatmayan bir uşaqla vəlisi icazə verəndən sonra əqd oxunu filan kişinin halalıdır, o onu cinsi əlaqə olmadan başqa ləzzətlər ala bilər, özü özlüyündə İmam Xomeynidir, caizdir. Özün ölmürsən utanmıqdan. Bizim o müvəqqəti evlənməyimiz ki var ha, bizim deyəndə əl-əuzubillah, ağzım əyilsin. Tövbə, tövbə. Şiənin ki o əqidəsində var ha. Özün ölmürsən utanmıqdan. Bağışla məni. Və İmam Sadiq əleyhissalam da deyir ha, hətta o qədər müqəddəs olasınız ki, heç bir dənə arvada ehtiyacınız olmaya, ömrünüzdə heç olmasa bir dəfə mütəəl olun ki, o bidəti sındırasınız. Hacı Bəxtiyar, qoğadı çəkim, mənə nə yazırsalar səndən bir yerdə yazsın. Cəhənnəmə gedən yoldaşını çox axtarırıq. Bidəti sındırın, o qədər müqəddəs də olsa. Özün ölmürsən utanmıqdan. Bağışla məni. Bu günləri, bu müvəqqəti evlənmənin məşruiyyətin ayəsi ola Məşəd Elşad, hədisi ola, ona görə subut eləyə bilmirik dünyaya və öz cəmiyyətimizə, hətta bəzi öz dindarlarımıza 5 dəfə Məkkəyə gedib siğəni qəbul eləmir, hətta öz ailəmizə, ona görə ki, bizim bu məsələdə Əhl-i Beytlə sinxiyyətimiz yoxdur. Özün ölmürsən utanmıqdan. Hansı şəriət hökmlərində var belə bəzi müstəhqlərin cinsi dəyişmə haqqında, cinsiyyətin dəyişməsi haqqında hökmlər var. Yəni insan orqanizmində qarşı cinsiyyət tərəf müəyyən dəyişiklik olursa, yəni artıq belə bir xəstəliklər də var insanlarda ki, orqanizmdə müəyyən dəyişikliklər olur, hormonal dəyişikliklər olur, müxtəlif meyllənmə olursa, bu insanlar günahdan qorunması üçün və həyatda normal yaşamaları üçün şəriət bunlara cinsin dəyişməsinə, müəyyən dinamiləri cinsiyyətin dəyişilməsinə icazə verir. Yəni, bu müqəbbətli bir şey görünür. Yendirən əslində insanın ruhunun başlığı əsas deməlidir və bu müasir tibb imkanlarından insanlar istifadə edə bilər, günahdan qorunmaq. Özün ölmürsən utanmıqdan. Müasir tibbin imkanlarından yararlanıb öz həqiqi cinsiyyətinə uyğun seçim edir və dəyişdikdən sonra artıq o seçimi nədir və tibbin də təsdiq etdiyi o cinsi kimliyi var onun elə həqiqi kimliyi sayılır. Yəni bu qadın sayılır, mümin olarsa buna bacı kimi yanaşılmalıdır. Bəli, bu qadın hökmlərinə riayət edir və yaxud da kişi olursa kişi hökmü. Özün ölmürsən utanmıqdan. Bağışla məni. يشنعون على الشيعة في هذه المسألة بهذه المسألة ويقول انظر أباحوا الزنا وماشي سب شتايم ليل ونهار ويا أبناء المتعة ويا أبناء المتعة أبناء المتعة ترى بالمناسبة فخر ترى مو شيء اللي Özün ölmürsən utanmıqdan. Bağışla məni. Pedalı var. Ehtirasla toxunmaq, qucaqlamaq, o birisi məsələn demirəm, nə etmək, əlaqədən başqa hər şey eləmək, hətta deyir, mən qızda da olar deyir.